Peyğəmbər Salavatullah 100 mindən çox müsəlmanla birlikdə özünün son vida həccini tamamlayır. Tam bu sırada Peyğəmbər Salavatullaha Allahdan kəskin bir xəbərdarlıq gəlir. Ya Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et. Əgər bunu etməsən, onun peyğəmbərlik missiyasını yerinə yetirmiş olmazsan. Və həcdən qayıdan karvanı saxlayır, öndə gedənlər qayıtsın, arxadakılar gəlsin. Mən sizə sizin öz nəfslərinizdən daha yaxın və haqlı deyiləmmi? Və o Qədirxum xutbəsini söyləyir. Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi, onu sevəni sən də sev, ona düşmən olana sən də düşmən ol. Əllamə Təbətəbai Əl-Mizan təfsirində qeyd edirdi ki, 23 illik peyğəmbərlik əməyi tərəzinin bir gözünə, Həzrət Əli əleyhissalamın vilayəti isə digər gözünə qoyulmuşdur. Vilayət olmasa tövhid naqis qalar. Əli əleyhissalam güzəşt etməyən ədalət idi. İnsanlar Allaha bəndə olmaqdansa, nəfslərinə qul olmağı üstün tutduqları üçün rəhbər Əlini yox, özlərinə bənzəyən rəhbərləri seçdilər. Ayətullah Cavad Amuli qeyd edirdi ki, cəmaət səhrada susuz idi və su hövzəsinin yanında dayanmışdı. Peyğəmbər Salavatullah mənəvi mənada bildirdi ki, bəşəriyyət mənəvi susuzluğunu söndürmək üçün Əli adlı sonsuz elm və irfan dəryasına möhtacdır. Əlidən üz döndərənlər mənəvi səhrada susuzluqdan həlak olacaqlar. Əgər məqsəd sadəcə dostluq olsaydı, İslamda onsuz da möminlər bir-birinin dostudur ayəsi var idi. Hamının hamı ilə dost olması vacib olduğu halda minlərlə insanı istidə saxlayıb xüsusi olaraq Əli ilə dost olun demək peyğəmbərlik hikmətinə sığmır. Ayətullah Behçət ağa deyirdi ki, Peyğəmbər Salavatullah Həzrət Əli əleyhissalamı öz-özünə yüksəltmirdi. Allahın əmri ilə onun ilahi məqamını insanlara tanıdırdı. Lakin bu tanıtım bəzi səhabələrin daxilindəki gizli həsəd və rəyasət hərisliyini qıcıqlandırırdı. Daxillərindəki bu xəbislik Peyğəmbər Salavatullahın vəfatı günü onun cənazəsini qoyub Səfiqəyə qaçmaqla və xanım Zəhra səlamullahi əleyhanın evinə hücum etməklə zahirə çıxdı. Son olaraq insan hər gün həyatında ədalətlə zülm, nəfslə ağıl arasında seçim edir. Keçmişdə Əli əleyhissalama qarşı çıxanların hansı nəfsi xəstəliklərə görə bu addımı atdığını analiz etmək bizi bu gün eyni səhvləri etməkdən qoruyur.